Nəqliyyatdan danışmışkən Almaniyanın Levsk şəhərində beynəlxalq nəqliyyat forumu keçirilir. 80-dən çox ölkədən 1200-dən artıq nümayəndə qlobal təchizat zəncirlərini və ümumilikdə nəqliyyat sistemlərini sarsıntılar və pozuntulardan qorumağın yollarını müzakirə edir. Forumda təmsil olunan Azərbaycan 2025-2026-cı illər üzrə beynəlxalq nəqliyyat forumuna sədrliyi rəsmi olaraq qəbul edib. Ətraflı xüsusi müxbirimiz Günay Məmmədovanın sujetində. Beynəlxalq nəqliyyat forumu hökumətlər və turizm operatorları üçün vacib bir zamanda keçirilir. Pandemiyalar, təbii fəlakətlər, kiber təhlükələr və geosiyasi gərginliklər kimi böhranlar fonunda nəqliyyatın infrastrukturunu necə qoruyub saxlamaq barədə müzakirələr aparılır. Azərbaycan növbəti müddətə foruma sədrlik edəcək bir ölkə kimi bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümbətov çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat forumuna prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verdi. 2025-2026-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilmək Azərbaycana qlobal nəqliyyat siyasətini idarə etmək və formalaşdırmaq baxımından bir sıra imtiyaz və üstünlüklər verəcək. Biz inanırıq ki, bu samitin bu yüksək səviyyədə keçməsi bizə onu demək imkan verir ki, növbəti illərdə də Azərbaycan dünyada nəqliyyat siyasətinin formalaşdırılmasında və onun əsas atributlarının müəyyənləşdirilməsində aktiv rol oynayacaq və bununla da dünya ictimai-siyasi həyatında öz yerini daha da möhkəmləndirəcəkdir. Forumda Qarabağdakı mühüm nəqliyyat layihələrimizin uğurlu icrası da diqqət mərkəzində oldu. Bildirildi ki, bu layihələr orta dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərəcək və regionun nəqliyyat kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycan həmçinin stendlə çıxış edirdi. Burada ölkəmizin nəqliyyat sistemində son illər həyata keçirilən islahatlar, infrastruktur layihələri barədə video materiallar və bukletlər vasitəsilə iştirakçılara ətraflı məlumat verilir. Beynəlxalq Nəqliyyat Forumunda sədrliyi Azərbaycana keçdi. Bu məsuliyyət, etimad və yeni üfüqlər deməkdir. Gündəmdə dayanıqlı dəhlizlər, rəqəmsal texnologiyalar, təhlükəsizlik və əlaqəlilik var. Azərbaycan şərq ilə qərbin kəsişməsində təcrübə və hədəflərdə. Leipzig başlanğıcdır, il isə irəlidədir. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Leipzig.